你好。哎，弟弟啊，弟弟啊，你好。你好，你好，你好。我很好。哦，大家好，叫什么？没有听到没有？哎，你叫什么名字？啊，我是Gülşen. Türk, İngilis, Rus, Koreya, İspan, İtalya, Özbək, Çin, Yapon, Ərəb və s. Cəmi 12 dil. Lənkəranın Veravul kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülşən Feyziyeva bu qədər dil bilir. 16 yaşı, danışmağa və ünsiyyət qurmağa isə 12 dili var. İlk öğrendiğim dil Kore dili oldu. Niye məhz Kore? Çünkü Kore dili baktığım zaman YouTube'da araştırmalar ettim, internette araştırmalar ettim. Çok güzel bir ülkeleri var idi, ədət-ənənələri çox əla idi. Mən həmçinin səyahət də eləmək istəyirdim o ölkəyə. Bunun üçün onların dillərini birinci öyrənməyə başladım. Gülşən əcnəbi dilləri öyrənməyə 4 il əvvəl hobbi kimi başlayıb. Heç bir kursa getməyib. Əsasən internet resurslarının imkanlarından istifadə edib. Xarici dilləri dinləmək, filmlərə baxmaqla öyrənməyə, müəyyən baza yaranandan sonra isə sosial şəbəkələr vasitəsilə əcnəbi vətəndaşlarla səsli ünsiyyət qurmaqla öyrənir. Mənim üçün daha çox çətin olan dil Çin dili oldu ümumiyyətlə. Çünki onların hieroqlifik yazıları çox çətindir. Bu dili ümumiyyətlə buraxmadım. Bu dili çalışmaya davam elədim. Gülşənin dil öyrənmə bacarığı məktəbdə də diqqəti cəlb edib. Həm direktor, həm müəllimlər ona dəstək olurlar. Ailədə də şərait yaradılıb. Gülşən Feyziyeva hazırda paralel olaraq bir neçə dil öyrənməyə çalışır. Onların arasında erməni dili də var. Sosial platformalarda çoxlu şərhlər görürdüm. Ümumiyyətlə, bəli, həqiqətə uyğun olmayan sözlər yazırdılar ora. Mən onların dilində danışa bilməyəndə, onlara necə deyim, cavab verə bilmirdim, onların dilini başa düşə bilmirdim. Amma anlayırdım ki, onlar necə deyim, həqiqətə uyğun olmayan sözlər yazırlar və bununla belə mən artıq düşmən dilini öyrənməyə başladım. Bir hobbi kimi başlayan iş Gülşən Feyziyeva üçün artıq həyat amalına, gələcəklə bağlı planlarına çevrilib. Hər halda onun adını yadınızda saxlayın. Mənim məqsədim, hədəfim tərcüməçi olmaqdır və öyrəndiyim dillərdə Azərbaycan həqiqətlərinə uyğun çoxlu kitablar, məqalələr yazmaqdır. Pərvanə Əhməd qızı, Rövşən Məmmədov, Günel Habil qızı, Cavid İsmail, ASTV xəbər.